الحمد لله الذي أمرنا بالتقوى ووعد أهلها الفلاح في الدنيا والأخرى. أحمده سبحانه وأشكره وأتوب إليه وأستغفره وأشهد أن لا إله إلا الله وحده لا شريك له شهادة تنير القلوب وتشرح الصدور وتثبت الأقدام يوم تزل الأقدام، وأشهد أن محمدا عبده ورسوله أرسله بالهدى ودين الحق فبلغ الرسالة وأدى الأمانة وانصح الأمة وجاهد في الله حق جهاده حتى أتاه اليقين، فصلوات ربي وسلامه عليه وعلى آله وصحبه ومن سار على نهجه واقتفى أثره إلى يوم الدين. أما بعد، فأوصيكم بتقوى الله فإنها وصية الله للأولين والآخرين، ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz değerli kardeşler, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, Allah Teala öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin Cəvamiul Kəlim adlanan, yəni az ləfzləri olub, lakin geniş, böyük mənalar daşıyan danışdığı hədislərdən birini toxunmaq istəyirəm. Hansı ki, Əbu Zər radiyallahu anh, Cündub ibn Cünadə, eləcə də Əbu Abdurrahman Muaz ibn Cəbəl radiyallahu anh, Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəql edib bizə. Deyir ki, sallallahu aleyhi və səlləm, İttəqullah heythu mə kunt və ətbi'əs seyyiətəl həsənətə təmhuhə və xaliqun nəsə bi xuluqul husn. Deyir ki, sallallahu aleyhi və səlləm, harada olursan ol, Allah'tan qorx və pis bir əməl edəndən sonra yaxşılıq et ki, silsin onu və insanlarla da gözəl əxlaqla, yaxşı əxlaqla rəftar et, davran. Və Muaz ibn Cəbəl də bu hədisi rəvayət etdiyi ləfzində deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə dedim ki, ya Rasulullah, avsini, ey Allahın elçisi, mənə tövsiyə et, yəni nəsihət et. Dedi ki, İttəqullah heythu mə kunt, harada olursan o, Allah'tan qorx. Dedim ki, zidni, dedim ki, artır mənim üçün, yəni daha çoxunu söylə. Dedi ki, və ətbi'əs seyyiətəl həsənətə təmhuhə, pis əməl etdikdə, ondan sonra yaxşı əməl et ki, silsin onu. Dedim ki, zidni, yəni artır mənim üçün. Yenə nəsədir? Dedi ki, və xaliqun nəsə bi xuluqul husn, İnsanlarla gözəl rəftar et, gözəl davran. Və əzəmətli hədis, hər iki ləfsi ilə əzəmətli tövsiyələri cəm edib özündə.